Nüvədə nə yerləşir? Proton, neytron, qırağında fırlanan elektron, elektron mənfidir, proton müsbətdir, neytron neytraldır. Ay, sağ ol, aferin. Katyon nədir, anion nədir? Kation müsbət, anion mənfi, nüvəyə də yük verən protondur. Hansı elementlər öz qrupunun nömrəsinə uyğun valentliyi göstərmirdi? Son. Aha, azot bəs? Azot? Ton da var, hə. Ton, azot, 6-5, gözlüyünə verir. A few moments later. 5. 5-də yerləşir və neçə valentli olur? 3-4. 3-4, aferin. Hansı elementlər həyəcanlana bilirdi? 15, 16, 17. Hə, adları nədir onların? Fosfor, küçük, xlor. Hə, fosfor neçə dəfə həyəcanlanır? Fosfor bir dəfə, küçükdür 2 dəfə, xlor 3 dəfə. Sonra setbor necədir? Mənim biri xəstə olur, o da ona böyrəyini verir. Necə yəni böyrəyini verir? Hə? Mənim, obşum, hidrogenlər olur. Hidrogenlər olur. Mənim bir gözün yadına salıyorum. Biologiyada donora biz nə deyirik? Orqan verən. Bəs kimyada biz donor nəyə deyirik? Elektron verənə donor deyirik. İşte hibridləşmə vardı. 3 dənə SP, SP2, SP3. Aha. SP-də mənim bucaq, 180. Aha, yaxşı. SP2-də bəs? 120, o birisi də 109,28. Ay, sağ ol.